Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim bir mövzuya toxunam. Bir neçə abunətim bu haqda yazmışdı, yəni sualını vermişdi. Hündüşka balalarımızda qan gedir. Bunun üçün nə verək? İstərdim o mövzuya toxunub məlumat vermək. Deməli, əziz izləyicilər, videomuza keçməmişdən öncə, yəni mövzumuza başlamamışdan öncə artıq dərəcədə sizdən xahiş edərdim ki, əgər kanalımıza abunə deyilsinizsə, abunə olun. Videomuza da like qoyun. Artıq dərəcədə sizdən xahiş edirəm. Və keçən əziz izləyicilər mövzumuza. Deməli, əziz izləyicilər, hündüşkalarda çox vaxtı belə deyim, elə şey olmur, qan getmə, düz deyil, olur. Ancaq çox vaxtı elə şeylər baş vermir. Nəyə görə baş vermir? Çünki hündüşkalar bilirsiniz ki, istini sevəndir və hər kəs də bunu yaxşı bilir. Hündüşkaların yerini isti eləyirlər. Ona görə bu xəstəlik, yəni qan getmə, koksidioz xəstəliyi baş vermir. Yox, əgər sizdə baş veribsə, deməli bunu soyuğa veribsiz və yağışlı havada, bu xüsusən yağışlı havada virusdan belə şey olur. Yağışlı olur, məsələn siz əgər həyatınızda buraxsınız və yaxud yağış yağıb, yağışdan sonra məsələn yeri isti olubdusa, sonra yağış yağıbdısa, yağışdan sonra çölə buraxıbsa, ot yeyir və yaxud yağışlı havadan su içir, eləyir. Onda o hündüşkalarda yəni 4-5 ayına kimi tuta bilər, yəni qan getmə ola bilər. Onda isə hansı dərmanları vermək lazımdır, mən deyəcəyəm. Və balacalarda da isə ola bilər ki, məsəl üçün isti yerdə, damda saxlayırsınız, yaxşı peçenyanın qırağında, ancaq havalar çox soyuq ola bilər, yağış yağa bilər. Onda da bu xəstəlik belə deyim, baş verə bilər. Onda əziz izləyicilər, hansı dərmanları verirsiniz? Yəni balacalılara da, böyüklərə də. Balacalılar ümumiyyətlə Baykoks çox yaxşı kömək edir. Təbii ki, yekəlilə də verə bilərsiniz. Ancaq balacalarda bu Baykoks üçün belə Baykoks onlar üçün xüsusi yəni sırf onlar üçündən, yəni balacalar üçündür. Nəyə görə balacalar üçün deyirəm? Çünki deyilənə görə Baykoks böyüklərə o dərəcədə də kömək eləmir. Yəni bax belə gördüyünüz kimi, videoda gördüyünüz kimi hündüşkalar hardasa 3-4 ayını keçmiş hündüşkalarda bu baş verdisə, qan getmə oldusa, Baykoks onlara elə kömək etmir. Balaca hündüşkalar, yəni 2 ayına kimi hündüşkalarda qan gedirsə, onda Baykoks verə bilərsiniz. Böyüklərə isə belə deyək, 2 ayını keçmiş hündüşkalara isə çox gözəl, effektli dərman Amprolium, adı büzür adam deyə bilmir, Amprolium. O dərmandan alırsınız və belə deyim, hündüşkaların suyuna qatıb verirsiniz. Bu böyük tək elə hündüşkalar yox, mənim kanalımda da var, belə deyim, toyuq düzəsinə zada da qan gedəndə, ümumiyyətlə bu yağışlı havalarda belə viruslar olur. Qan gedəndə ondan verirsiniz. İnandırım sizi çox gözəl kəsir. İndi mən videonun altında onun adını yazacağam, adı biraz adamın dilinə yatmır, Amprolium. Ondan alırsınız və baytarlıqda təbii ki satılır, verirsiniz. Yekə hündüşkalarda, yekə deyəndə, yəni anada, atada elə şeylər olmur. Harasa 4 aylıq, 5 aylıq hündüşkalarda ola bilər ki, qan geçsin. O dərman şıpıltıyla kəsir. Balacalılar da isə, balacalılar da ondan verə bilərsiniz, amma Baykoks sularına qatıb verəndə daha da yaxşı olur. Yəni, bax belə, Pilusdakı indi sularına mən həmişə 4 dərmanın qarşılığını qatıb verirəm, oksitetraskilin, trimirazin, bravasiptor və supervit. Ondan da qatıb, əziz izləyicilər, sularında verə bilərsiniz. Çox yaxşı kömək edir də ümumiyyətlə hündüşkanın soz almağına, büzüşməyinə, kefsizliyinə o 4 dərman yaxşı effekt verir. Bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza, Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun və hər il olduğu kimi də bu ildə gözəl super videolar gəlir. Sizdən də artıq dərəcədə xahişim abunə olmaq və videomuza like qoymaq ki, qoy videolarımız inkişaf eləsin. Mən də həvəslə videolar çəkim, paylaşım. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən
ayrılırlar. Yenə xahiş edərdim ki, kanalımıza abunə olmağı və like qoymağı unutmayın.